Deməli, oyunlar nəzəriyyəsindən indiyə qədər imtahana düşən Sudoku olub, bir də Futoshiki olub. Futoshiki böyük kiçik işarələri olan idi. Sudokunu da bilirsiniz. Amma dimin modellərində olan, baza suallarında olan sual tiplərindən biri də Hitori suallardır. Dövlət qulluğu, vergi, prokurorluq, yəni hər yerə düşür. Bir dənə magistra düşməyibdir. Biraz Hitori'dən daha çətindir. Diqqətlə qulaq asın, axırda başa düşəcəksiniz. Amma diqqətlə qulaq asın. Yapon oyunudur adı üstündə, amma belə bir şey var. Şərtini də elə demək olar ki, tərcümə eləsələr də, şərti də biraz elə təxminən Yaponca verilmiş bir şərtdir. Və əvvəlcə şərtini oxuyaq. Hər bir sualın təbii ki, şərti olur və şərtində sual izah olunur. Amma biraz qəribədir, baxın. Bəzi xanaları elə rəngləyin ki, hər bir sətir və hər bir sütun üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın. Baxın, Sudoku'da biz boşlamaları doldururduq. Amma burada isə tamamilə əksinə. Deyir, dolu xanaları silin. Burada rəngləmək, silmək eyni şeydir. İndi burada rəngləyən mənə yəni siləcək damanı. Elə bil ki, məsələn, birinci sətrə diqqət etsəz, birinci sətirdə 2 dənə təkrar bir hərf var. 2 dənə D var. O D-lardan deyir, bəzilərini, yəni hansınısa elə şəkildə silin ki, təkrar qalmasın. Baxın, qalan hərflərdə, rənglənməyən hərflərdə, silinməyən hərflərdə təkrarlanma olmasın. Təkrarlanma olmaması üçün sən gərək təkrarlanan hərflərdən bəzilərini siləsən. Əksi mümkün deyil. Sən gərək təkrarlanan hərflərdən bəzilərini siləsən ki, təkrarlanmasın. Məsələn, gəl görək hardadır. Ümumiyyətlə, oyunun əsas qaydası nədir? Birinci cümlənin əsas qaydası nədir? Təkrar. Bir saniyə. Hardan yazım? Yer olsaydı. Bir saniyə, bir saniyə. Deməli, birinci əsas qaydamız nə oldu? Sətir və sütunlar üzrə təkrarlanan hərflər silinməlidir. Bir yox, ümumiyyətlə yazıram. Sətir və ya sütun üzrə təkrarlanan simvolları silin. Hamısını silmirsiniz, ha. Məsələn, 2D-dan birini silə bilərsiniz. İkinci sətirdə təkrar yoxdur. Üçüncü sətirdə 2C var, onlardan birini siləcəksiniz. 4-də yoxdur, 5-də 2D var, birini siləcəksiniz. Və yaxud birinci sütunda 2E var, birini silmək lazımdır. İkinci sütunda 2D var, təbii ki, birini silmək lazımdır. Üçüncü sütunda 2B var, birini silmək lazımdır. Dördüncü sütunda 2B var, birini silmək lazımdır. Beşinci sütunda 3 dənə D var. 3 dənə D-dan təkrar qalmaması üçün gərək ikisini siləsiniz. Elə deyilmi? Üçündən təkrar qalmaması üçün ikisini silməlisiniz. Tamam. Silmək deyərkən, rəngləmək deyərkən burada eyni anlamda nəzərdə tutacağıq. Məsələn, nə isə silmək istəsək, gəlin üstünə bir X qoyaq, kifayət olsun. Çox da dərinlə getməyək. Çünki hərfin üstünü qaralayıb sonra birdən peşman olarıq, onda qaytarmaq mümkün olmayacaq. Baxın, deməli, bunu silmək üçün 2 dənə əsas şərt qoyublar bizə. Növbəti 2 cümlədə onu ifadə ediblər. Rənglənmiş xanaların ortaq tərəfi ola bilməz. Bu nə deməkdir? Gəlin bunu açıqlayaq. Məsələn, mən buradan bu B-ni silsəm, rənglədim bunu. Bunu rəngləsəm, məsələn, götürüb A-nı da rəngləsəm, bu 2 dənə rənglənmiş damanın ortaq bir tərəfi oldu. Yəni, bunlar qonşu damalar oldu. Ortaq tərəfi olan damalar hansı damalardır ki, qonşu damalardır, elə deyil. Rənglənmiş xanaların ortaq tərəfi ola bilməz. O deməkdir ki, rənglənmiş xanalar qonşu xanalar ola bilməz. Yəni, qonşu xanalarda silinə bilməz. Belə bir şəkildə silmə etmək olmaz, qadağandır. Əgər biz bir dənə damanı sildiksə, rənglədiksə, ona qonşu olan 4 dənə dama ki var, şərq, qərb, şimal, cənub. Onları silmirsiniz. Olmaz. Əgər birini sildinsə,
onun 4 bir tərəfini silmirsən. Yəni ortaq tərəfi olanlar. Baxın, çarpazı silmək olar. Çünki çarpaz ilə bir damanın ortaq tərəfi olmur. Ortaq təpə nöqtəsi olur. Aydındırmı? Məsələn, tutalım. Burada bir D hərfi var. Sağ yuxarı küncdə. Mən götürüb bu D hərfini silmiş olsam, rəngləmiş olsam, deməli onun qonşularını, bu B-ni və bu B-ni silməyəcəm. Tamam, bu bizim birinci silinmə şərtimiz. Deməli, belə yazırıq. Qonşu xanalar silinə bilməz. Rənglənə bilməz. Qonşu xanalar rənglənə bilməz. Necə? Səbəbi nə oldu olanın silinməməyin qonşu xanalar? Oyunun şərti budur da. Məsələn, Sudoku'da sən niyə sətirdə, sütunda tutalım, təkrar etmirsən? Çünki şərtdə deyir ki, sətir sütunda təkrar etmir. Bu bir oyundur. Oyunun şərtini elə yazıb. Bax, rənglənmiş xanaların deyir, ortaq tərəfi olmasın. Mən də durub bu B-ni, bir də bu A-nı, ikisini də silsəm, rəngləsəm, onların bir ortaq tərəfi olacaq. Bu da deyir, olmasın. Deməli, oyunun şərtini pozuram artıq. İkinci şərt. Rənglənməmiş xanaların hər birindən digərinə yalnız rənglənməmiş xanalardan sətir və ya sütun üzrə keçməklə çatmaq olar. Bu biraz qərib cümlədir. Bunu tərcümə edərək, Yapon dilindən dilimizə tərcümə edib belə yazıram. Rənglənməmiş, mən burada silməkdir, silinməyən xanaların birindən bütün digər silinməyən xanalara, burada da silinən xanaları biz əgər X ilə işarə etmişiksə, gəlin silinməyənlərə də nəsə eləyək də, onları fərqləndirək. Silsək X qoyuruq, silməsək nolik qoyaq, X nolik. Bütün digər silinməyən xanalara sətir və ya sütun üzrə keçid olmalıdır. Silinməyən xanaların hər birindən digər bütün silinməyən xanalara sətir və ya sütun üzrə keçid olmalıdır. Bu nə deməkdir? Baxın, tutalım mən burada bir damağı silməmişəmsə, rəngləməmişəmsə, burada da bir damağı rəngləməmişəmsə, gərək bu dama o damaya gedib çıxa bilsin. Məsələn, mən bu A-nı rəngləmişəm. A-nı rəngləyəndə avtomatik onun qonşularını rəngləmirik də, düzdür? Birinci şərtə görə. İndi tutalım, mən durub bu A-nı da rəngləsəm, birdən də, indi niyəsini deyəcəm. O A-nı da rəngləsəm, bu E-nin, bu B-yə və yaxud bu birisi B-yə, D-yə gedən yolunu kəsmiş olursan axı. Sualın şərtində, izahın ortasında kəsirəm. Deməli, zəhmət olmasa, əgər gözləyirsinizsə, sona qədər gözləyin, izahı tam anlayın. Yəni, girib buradan çıxmaq lazım deyil. Əgər dinləyirsinizsə, sona qədər dinləyin. Baxıram, bir-iki çıxanlar var. Deməli, silinməyən bir damanın, digər bütün silinməyən damanın, bütün hamısına bir yol olmalıdır. Obşim, dairələrin hamısı bir-biri ilə labirint şəklində əlaqələnməlidir və yaxud X çəkdiklərim dairə çəkdiklərimin yolunu kəsməməlidir. Bizim cəmi bu ikicə dənə şərtimiz var. Başqa heç nə yoxdur. Baxın, indi onları praktik olaraq göstərəndə tam anlayacaqsınız. Bax, şərtləri nəzərə olaraq bilən deyirəm. Qonşu loru dildə deyək də, qonşu damalar silinə bilməz. Silinməyən damaların da bir-birinə qonşuluq yolu olmalıdır. Başlayaq. İndi sual yaranır. Biz bu iki şərti gördük, əsas şərti də bilirik. Bəs sualı necə başlayayım? Məsələn, lap 2 dənə D var, birini silməliyəm. Sualı necə başlaya bilərik? Deməli, yadda saxlayaq. Belə bir şey yazaq buradan. Tutalım, bəzi ipucularımız var bizim. Deməli, ipuculardan biri. Əgər hər hansısa bir sətir üzrə və yaxud sütun üzrə iki eyni hərfin ortasında bir dənə başqa bir hərf görsəniz, bu sizə ipucudur. İki eyni hərf. İstəyirsiniz sətir üzrə baxın, istəyirsiniz sütun üzrə baxın. A, B, A. Belə bir halına rastlaşdınız, bu ipucudur. Sonra, nələr ipucudur başqa? 3 dənə hərf görsəniz ard-arda eyni hərf, A, 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 bu da ipucudur. Və bir də ipuculardan biri, sətir üzrə 2 dənə ard-arda eyni hərf, bir də bir neçə hərfdən sonra yenə həmin hərf. Yəni, sətir və ya sütun üzrə
hər hansısa bir hərfdən 3 dənə görsəniz, bu da sizə ipucudur. Deməli, birinci ipucumuz nədən ibarət idi? 2 eyni hərfin ortasında bir hərf. Nə ipucusu var, nə köməyi var bunun? Deməli, 2 eyni hərfin ortasında bir hərf olsa, bu heç bir zaman silinə bilməz. Niyə? Ona görə ki, bunu silmək olmaz. Və bu B-ni. Niyə? Çünki mən bunu silsəm, bizim şərtimizə görə silinən bir hərfin qonşuları nə etməli idi? Silinməməli idi, qalmalı idi. Əgər mən bu B-ni rəngləsəm, qonşularını, bu anı, hələ yuxarısını, aşağısını da saxlamalıyam da, silməməliyəm. Toxunulmaz olmalıdır. Axı, bu oyunun əsas şərtində də bizə deyirdi ki, silinənlərin qonşuları silinməsin, bir də ki, sətirdə təkrar olmaz. İndi bu B deyir ki, bu A-la bu A-ya dəym. Əgər məni silirsənsə, qonşularıma dəym. Oyunun əsas şərti də deyir ki, sətirdə təkrar olmaz. Paradoksu gördünüzmü? Yəni, belə bir şey ola bilməz axı. Ona görə də sən 2 eyni hərfin ortasında olan hərfə dəymirsən ki, onu silsən, qonşuları qalacaq, oyun pozulacaq. Və yaxud burada sağda. Sən bunu silsən, buna və buna dəyməməlisən. Ona dəyməyəndə də avtomatik oyunun şərtini pozursan. Əla. O zaman deməli 2 eyni hərfin ortasında bir hərf. Həmişə yəni oyunu başlayanlar belə başlayır ki, bu ipucundan istifadə edirlər. Məsələn, 3 dənə A var aşağıda. 3 dənə A-dan ikisini silməliyim. Mən durub ortadakını silsəm, qonşularını saxlamalı olacağım. 2 dənə təkrar olmaz. Ona görə də avtomatik olaraq nə edirəm? Ortanı saxlayırıq. 2 dənə qonşunu silirik. Bu gözəl olmazmı? Baxın, 3 dənədən ikisi getməli idi. Orta qaldı. Kənarlar silindi. Yaxşı, indi gəlin bir də üçüncü dərsə baxırıq. İpucuya baxırıq. Baxın, 3 dənə A var burada. 3 dənə A-dan neçəsi getməlidir? İkisi məcburidir. Mən deyirəm ki, indi versiyalar var da burada. Mən deyirəm ki, gəlin bunu silək. Bunu siləndə avtomatik olaraq nə baş verəcək? Qonşusu qalacaq. Bunun qonşusu qalanda da onda deməli bu getmiş olacaq. Məsələn, bu təxmin idi də, elə deyil. Bu dəqiq bir şey deyildir. Bu sadəcə təxmini ipucuydu. Və yaxud başqa nə edə bilərəm? Başqa da belə edə bilərəm. Deməli, bu A-nı silirəm, bu A-nı saxlayıram. Onda gedib məcburi bu birisi A-nı da silirəm. Görürsünüz, hər ehtimalda ən sağdakı A-nın taleyi silinmək oldu. Məsələn, mən belə bir şey deyim də, bu A-nı saxlaya bilərsinizmi? Ən sağdakı A-nı saxlamaq olarmı? Əgər mən o A-nı saxlasam, əgər o qalacaqsa, deməli bu 2 dənəni silməliyəm. Bu 2 dənəni də silmək olmaz axı, yəni belə bir şey mümkün deyil. Deməli, 3 dənə eyni hərfi sətirdə görsəm, ikisi yapışıq, biri bitişikdirsə, biri ayrı, ikisi yapışıqdırsa, deməli o 2 dənə yapışıq olanlardan biri qalacaq, biri silinəcək. Fərqi yoxdur, sağ, sol. Digər üçüncüsü isə məcburi silinməlidir. Belə hallar olsa... Müəllim, yapışıqları niyə silə bilmirik ki? İkisini yanbayan silə bilərəm. Mənim dediyim birinci şərt nə idi? Burada nə yazılıb? Qonşu xanalar silinə bilməz. Oxu bunu. Hə, gördüm. Getdik. İndi gəlin görək bu danışdıqlarımızdan burada bizə kömək eləyən nəsə var mıdır? Barmağımızı qoyub sətr üzrə gəzirik. Bax, məsələn, 2 dənə D-dır. Silinməlidir 2 dənə D-dan biri. İpucu var, yox. Deməli, ipucu nə idi? 2 eyni hərfin ortasındakı hərf silinməməlidir. Varmı belə bir şey? Onları axtarırıq. Məsələn, mən birinci görürəm, ikinci sütunda D, C, D-ni. 2 eyni hərfin ortasındakı hərf heç bir zaman silinə bilməz. Ona görə də bunu götürürük, dairəliyirik. Başqa varmı? Üçüncü sütunda B, Y, B. Olmaz Y-ni silmək. Bir daha təkrar edirəm, niyə olmaz? Mən onu silsəm, onun qonşularını saxlamalı olacam. Sütunda da 2B-yə toxunmadan, yəni 2B-ni saxlamaq olmaz. Əla. 5-ci sütunda da var müəllim. D, A, D, D, B, D. D, A, D. Əla. A qalır. D, B, D, B qalır. Varsa sətirləri də gəzək bir dənə. Görək sətirlərdə də var mıdır? Deyəsən, Yoxdur. Yox. Əla. Bunlar bizim ilk
addımımızdır. İndi nə gözəl olar ki, bunlardan sətirdə və yaxud sütunda təkrarlanan nəsə bir simvol olsun. Gəlin baxaq, sətirdə və yaxud sütunda təkrarlanmış. Bunlar əgər dairələmişəmsə, bunlar silinməyən toxunulmaz damalardır. Əgər bunları silmirsənsə, deməli bunların sətir sütunundakı təkrarları silməlisən. Gəlin baxaq. C-nin sətrində nəsə varmı? Bir dənə baxın. C-nin sətrində görün bir şey var. Nəsə görürsünüz? Var deyə, görürsünüz C-dir. 2 dənə C var. Əgər sən bu C-yə toxunmamısansa, deməli avtomatik olaraq o biri C-ni siləcəksən. X dedim ki, sil. Bizim iki dənə şərtiniz var, yəni çox deyil. Birinci şərti yada salın. Silinən damanın qonşuları silinə bilməz. Əgər sən bir dənə damanı sildinsə, tez onun qonşularını dairəyə al. Demirsən axı silə bilməzsən. Silə bilməzsənsə dairəyə al. Yaxşı, başqa dairələnmiş o C-yə niyə toxunmadıq? Çünki bizim birinci şərtimiz nə idi Aytən? Ən birinci şərtimiz nədir oyunun? Qonşu xanalar silinə bilməz. Qonşu xanalar silinə bilməzsə, qonşu xanalar yox, daha doğrusu, hədə qonşu xanalar. Mən ortanı silsəm, C-ni, onun qonşularına toxunmayacaqdım. Qonşu xanaları silə bilməzdim deyə. Qonşulara da toxunmayanda avtomatik olaraq 2 dənə D qalmış olacaqdı. 2 dənə D-də qalanda, əgər dərsə sonradan qoşulmuşsan, yoxsa Mirzəyeva. Tamam. Onlar da qalacaqdı deyə bir problem yaradırdı. Bir də indi mənim yeni dairələdiklərim var. Baxın, yeni dairələdiklərim də bizə bir kömək eləyir. Yəni, onları da oyuna qatın artıq. Hansısa birinin təkrarını görürsünüz sətrində və yaxud sütununda. Baxın, Y var müəllim, 2 dənə Y var. 2 dənə Y varsa, deməli yuxarıdakı Y silinmirsə, avtomatik olaraq aşağıdakı Y-ni silirəm və Y-ni silən kimi onun qonşusunu, bir saniyə, onun qonşusunu dairələyirəm. İndi bir dənə fikir versəniz, heç bir hərfin sətir və yaxud sütununda təkrarı yoxdur. Nə gözəl, əla. Başqa bir kömək axtarım. Köməyi də gedib uzaqlardan axtarmaqdansa bir yaxın bir yerlərdən axtararam. Yəni, elə bir yerdən ki, şərti pozsun. Məsələn, 2 dənə D var tutalım. 2 dənə D-nın ikisini də silə bilərəm. Heç bir problemi yoxdur. Elə bir yer tapaq ki, onlar problem yaratsın. Məsələn, baxın burada. 2 dənə D var. Görək hansısa bir D, ikinci sütunda olan 2 dənə D-dan danışım. Problem yaradırmı? Mən aşağıdakı D-nı silsəm, sizcə biz ikinci şərti pozmadığımı, ikinci şərti bir dənə təkrar edirik. Pozuruq müəllim. Silinməyən xanaların birindən bütün digər silinməyən xanalara yol olmalıdır. Yəni, qısaca belə deyək də, silinənlər, X-lər dairələrin yolunu kəsməməlidir. Mən bu X-i belə silsəm, D-nim. A-nın yuxarı və aşağı yolu bağlı idi. Bu yazığın bir dənə sağa yol qalmışdı. O belə. Onu da sən oradan bağlayırsan. Olmazaq. Deməli, bu D-yə dəyə bilməzsən. Gedib avtomatik bu biri D-ni silirsən. O D-ni silən kimi birinci qayda. Qonşular silinə bilməz. E-ni və C-ni bağlayırıq. Tamam, axtarıram başqa bir şeylər. D-lara bir dənə də diqqət. Əgər soldakı D silinsə, E-nin yolunu kəsirəm. E-nin yolunu kəsirəm. Olmaz. Ona görə o D-ni saxlayıb, gedib bunu beləcə silirəm. B-ni dairələyirəm tez. O B-ni dairələyəndə tez o B-nin aşağısındakı B-yə baxın. 2 dənə B var. Avtomatik o qalıbsa bu silinməlidir. Dairələnmək toxunulmaz olmaq deməkdir. Yəni dəyməyəcəksən. Bu B-ni dairələyirəm tez. Tamam. Baxın, indi mən sizə bir dənə ipucu verim məsələn. Bir də bir şey deyim. Baxın, bu oyunun istənilən anında keçərlidir. Bizim əsas mahiyyətimiz hər hansısa bir hərfi silməkdir, təkrarları silmək. Əgər bir hərfdən, məsələn A-dan, sətirdə və sütunda təkdirsə, onu biz niyə silək ki? Bax, bu nə bu sütunda, nə də bu sətirdə A yoxdur. Bu oyunun şərtinin heç birinə bunun dəxlisi yoxdur. Ona görə o A qalacaq. Və yaxud bu C-yə baxın. Bu C-nin nə sətirində, nə sütununda bir C yoxdur. Onu laf oyun başlayanda da eləyə bilərsiniz. Oyun başlayıb, görürsən ki, sətir sütunda hərfi təkrarlanmır, onu dairələ. Bu oyundan çıxır bu sual. Bizim təkrarlarımız nə qaldı? 2 dənə B-nın təkrarlığı, 2 dənə D-nın, bir də sətir üzrə 2 dənə D-nın. İndi bir dənə belə bir şey deyək. Baxın, sağda 3 dənə D var. 3 dənə D-dan, ümumiyyətlə bir dənə də qeyd edeyim. Bəzilər elə bilir ki, hər sətirdə hər hansısa bir hərfdən bir ədəd qalmalıdır. Belə bir
qayda yoxdur. Belə bir qayda yoxdur. Ona görə də bəli, dairələyə bilərik. İstənilən başda. Amma o qədər də çox kömək eləmir də sizə. Məsələn, bir hərfdən bir dənə qalmalı deyə bir şərt yoxdur. Məsələn, dövlət qulluğunda düşüb, sağda 3 dənə D var idi, üçü də silindi. Şərait elə təyin edir ki, üçü də silindi. Hər birinin sətrində təkrar var idi. Şərtlər o biriləri qoymadı silməyə, bunlar silinməli oldu. İndi mənim burada belə bir ipucum var. Bu D silinə bilərmi? Baba, bu D. Bu D-ni silsəm, üstündə olan A-nın yolunu kəsirəm. O A-nın çünki yuxarı və sola yolu bağlı. Sən də bu D-ni silsən, yolunu kəsirəm. Bu D-ni saxlayaq. Gedək aşağıdakı D-ni silək. O D-ni silən kimi onun qonşusuna dəyməyək. İndi 2 dənə B qalıb burada. Sizcə B-lardan hansı silinməlidir? Kim deyər? Aşağıdakı. Niyə yuxarıdakı olmaz məsələn? Onda hər tərəfini bağlayırıq axı. Nəyin hər tərəfini? C-ni. C-lər bir-birinə dairələnənlər bir-birinə yol C-nin aşağıya yolu var. Hansı dairələnir? Məsələn, hansı hərfə gedə bilmir? Məsələn, C-yə gedə Məsələn, C, bilmir. B-yə, D-yə gedə bilmir. ümumiyyətlə yuxarıda olan, elə bil cədvəl 2 yerə ayrıldı. Bir dənə diqqət edin. Cədvəl bölündü 2 yerə. Yuxarıdakı hərflər, bu 6 dənə, 2, 4, 6 dənə hərf. Aşağıdakı bu hərflərlə əlaqəsini kəsməli oldu. Belə çarpaz əlaqə icazə yoxdur. Sətir və ya sütun üzrə olmalıdır. Amma biz o B-ni yox. Götürüb aşağıdakı B-ni silsəydik, o B-ni saxlasaydıq, bu yol buradan açıq olardı və bütün hərflər bir-birinə getmiş olardı. İndi baxın, bütün hərflər bir-birinə gedə bilir, dairəli hərflər. Rənglənməyən bütün hərflərdən digər hərflərə yol var. İndi bəziləri deyir ki, bu Y-nin bu A-ya yolu olmadı. Oldu axı, nə olsun? Labirintlə fırlandı, bu yandan gəldi. Əsas odur ki, gələ bilir. Sualımız nədir? Soldan birinci sütunda rənglənəcək hərflər. Bir bu C-ni rəngləmişsiniz. Silmək, yəni eyni şeydir. Bir də bu Y-ni. Doğru cavab olur C və Y. O qədər də qəliz deyil. İndi baxacağıq bir 5 dənə, 6 dənə suala baxacağıq bununla. Deməli. Qayda 1. Əsas şərt daha doğrusu. Qonşu xanalar silinə bilməz. Bu 1. Qayda 2. Şərt 1, belə deyək. Qonşu xanaları ümumi qayda daha doğrusu, ümumi qayda. Təkrarlanan simvollar silinməlidir. Bu 1. Şərt 1. Tələsmin ikinci sualda qalacaqdır. Yol bağlansa ikisi də silinmir. Xeyr, ikisi də silinməmək deyə bir şey yoxdur. Təkrarlanan hərflərdən biri mütləq şəkildə silinməlidir, qala bilməz. Elə bir sual olmur ki, hansı ikisi də şərti pozur. Şərt 1. Qonşu xanalar silinə bilməz. Ona görə də iki eyni hərfin ortasında olan hərfi götürürsən, dairəliyirsən. Sonra, silinən xanalar da silinməyənləri yolun kəsə bilməz. Əla, bu iki dənə şərti gözləyirsinizsə, indi gedirik. Başqa özümüzdən bir şərt çıxartmırıq. Yəni, məsələn, hər sətirdə biri qalmalıdır, başqa belə bir şey yoxdur. İndi suala baxırıq. Hardan başlaya bilərdik? İki eyni hərfin ortasında bir simvol varsa, onu saxlayırdıq. Məsələn, mən baxıram nəyə? 3 dənə D görürəm. 3 dənə D-ni görən kimi adamın ağlına belə bir şey gəlir ki, orta qalsın, qonşular silinsin. Çünki dedik ki, əgər iki eyni hərfin ortasında bir hərf görürüksə, o hərfi silmək, qonşularını saxlamaq deməkdir. Qonşuları da 2 dənə təkrar olduğu üçün belə bir şey ola bilməz. Ona görə belə bir halla rastlaşdıqda ortanı saxlayın, qonşu dediklərinizi silin. İki eyni hərfin ortasındakı hərfi saxladım, qonşularını silin. Sonra başqa varmı? Baxıram. 4-cü sütun. A, C, A. C-ni saxlayıram. İndi əslində qonşularını silmək, indi burada qonşularından biri silinəcək. Məsələn, burada, bu A-lardan. Bilmirəm, hansısa. Bu D-lərdən niyə ikisini də sildim? Çünki üçü də eynidir ortadakıda. Üçündən ikisini silməliydim. Məsələn, mən oyunumun şərtinə görə bu ikisini silib, bunu saxlaya bilərəm. Belə bir şey mümkündür. Axı demişdik ki, qonşular silinə bilməz. Və yaxud altdakı 2D-ni silə bilərəm, yenə yox. Ona görə də deyirəm, gəlin yuxarını aşağını silək.
Ortadakını saxlayaq. Və yaxud A, C, A. Görürsünüz, ortadakı C qalmalıdır. Sonra burada C, A, C görürsünüz. Əgər C, A, C varsa, orta A qalmalıdır axı məcburdur. Başqa təkrar görürsünüzmü? Sətir və ya sütunda iki eyni hərfin ortasında bir simvol yoxdur məncə artıq. Tamam. İkinci sütunda var axı C, A, C. Harada? Hə, var. C, A, C de burada var. Başqa var mı? Yoxdur. Deyəsən artıq. Tamam. Bunlar əgər silinmirlərsə, bunların bir dənə təkrarları varsa başqa, onu siləcəksiniz. Gəlin görək silinməyənlərin hansısa birinin qoşası var mı? Bu A-nın burada təkrarı var. Əgər mən bu A-ya dəymirəmsə, məcburi o biri A-nı siləcəm. Sonra, əgər bu C-yə dəymədimsə, aşağıdakı C-ni siləcəm. Özdə sildiklərimin üzərindən əlavə... Aşağıdakını silə bilərik. Necə? Yuxarıdakı A-nı saxlayıb aşağıdakını silə bilərdik. Aşağıdakını niyə saxladım mən? Səbəb nə idi? Oyunun birinci şərti nə idi? İki eyni hərfin arasında bir hərf olanda Zeynəb nə ayırırdıq? Hə, ortadakını saxlayırdıq. Hə, bildim C-lərin Ona görə onu saxladım. Mən o yuxarıdakı A-ya görə saxlamamışam onu. İki C-nin ortasında olduğu üçün saxlamışam. Aha, bildim. Plus saxladığım üçün də görürəm ki, onun yuxarısında bir dənə A var. Eleonora ona görə silmədim ki, bax. Nöş dəymədik. Ona görə dəymədik ki, 2C-nin ortasındadır. Əgər onu silsəm, C-ləri saxlamalı olacam. Bu da problem. A-nı saxladımsa, gedib o biri A-nı silirəm. O A-nı sildimsə, qonşularını saxlayıram. İndi baxın, o C-ni saxlamışamsa, bu biri C-ni silməliyəm də məcbur. Bunu silib, bunun qonşularını saxlamalıyam. Varmı silinməyən birinin təkrarı? Silinməyən birinin, dairəli birinin. D-nın təkrarı var elə sağında. O D qalıbsa, bu D getməlidir. Bir D qalırsa, üstünlük ondadır. O birini qovur. O birini qovur. Amma bir şey deyim, məsələn, bu sütunda məsələn görürsünüz ki, bu D-dən bir dənədir. O dəqiqə deməyin ki, bu qalsın. Bəlkə onun sətrində ondan çoxdur. Yəni, sütunda bir dənədir, bəlkə sətrində çoxdur. İndi elə bir şey yox. Bu D-ni ümumiyyətlə, baxın, nə sətrində artıq, nə sütununda yoxdursa, dəqiqliklə onu saxlaya bilərsiniz. Həm də onu silmək də olmazdı. Bilirsiniz niyə? Mən onu D-ni silsəm, üstündəki B-nin yolunu kəsmiş olardım. Olmaz. Ona görə də o D qalır. O D qalanda artıq B-nin aşağıdan yolu açılır. Ortadakı C də silinir. Bəli, düz deyirsən. Yuxarıdakı C qaldığı üçün ortadakı C-ni də silin. Ortadakı C-ni siləndə tez onun qonşusunu dairələyirəm. Bunu unutmayın. Bax, bunu etməsəniz biraz problem olacaq. Tamam, yaxşı, o belə getdi. Sonra mən burada E görürəm. Baba, bu E var ha. Bu E-nin heç nə sətrində, nə sütununda təkrarı yoxdur. Bu E-nin də sətrində, sütununda təkrarı yoxdur. Sonra bu E-nin də sətirdə və sütunda təkrarı yoxdur. Heç bu A-nın da yoxdur. Sonra bu D-nin sətir sütun üzrə təkrarı yoxdur. Artıq bu C-nin də yoxdur. E-nin də yoxdur. Heç A-nın da yoxdur deyəsən. Elə hamısı heç birinin yoxdur. Bu B-nin də yoxdur. Sonra bunlar qalır artıq. Üçüncü sütundakı, yuxarıdakı C niyə qaldı? Yuxarıdakı C ona görə qaldı ki, mən bu A-nı siləndən sonra onun qonşularını saxladım ona görə. İlk başlanğıcdan qalmamışdı, oyunun ortasında qaldı. Silinmiş bir damanın qonşuları silinə bilməz. Sual budur ki, soldan birinci sütunda nələr silinəcək? Soldan birinci sütunda heç biri silinmədi. Cavab olacaqdır C variantı. Kim paralel getmək istəyir? Elman buradasam. Gedək sualın birini paralel. Başqa ölkələrdə də maq üçün belə saçma suallar olurmu? Nə bilim, valla Yaponlardır da, bekar olanda bizim kimi Instagramda status paylaşmırlar, gedirlər, oyun kəşf edirlər. Buradayım ama sesim gəlir. Getdik, de gəlsin. Bax, məsəl üçün, birinci şərtimizə görə sənin sualım nədir? İki eyni hərfin ortasındakı hərfi silmək olmazdı. De görə burada elə bir şey varmı? Sən de, mən qaralayacağım. Burada sətirlərdə görmürəm. Bunlarda Aha, sütunlarda. da deyim. Sütunlarda var. Dördüncü sütunda E, C, E var.
Şey, Aha, üçüncü bir başqa sütunda C var. Sonra C var. Sonra ikinci sütunun aşağısında cacı var. aha, yenə var. Axtar yenə var. Sonra Dördüncü sütuna bir də bax. C var. Ha, onu da gördüm. Bəli, başqa yoxdur. Elə bir əlinizdən gəzirsiniz. Sətirlərdə gəzirsiniz, sütunlarda. Bunlar sizin köməkçilərinizdir. Bunlar silinənlərdir, silinməyənlər indi. Bunlar silinmeyenler var. Niyə silinmir məsələn? Məsələn, bu yeniyə silinmir. Silinsə nə Bu olar arada Elman? yeni silsek en üstünde 2 tane C olacak. O da olmaz. Silinmeyen 2 tane C var. Silsək qonşularına dəyməməliyik. Bu da 2 Evet. dənə C deyəcək. Ay sağ ol, olmaz. Yaş bunlar silinmirsə, deməli bunların təkrarlarını silmək olar. Bax gör bunların hansının bir ikinci təkrarı var. Sütun olarak A'nın ikinci tekrarı var. A'nın varsa, o A'nı saxlayıram, gedirəm o biri A'nı silirəm. Evet. Silən kimi İkinci- nə edirəm bəs? Silən kimi, tələsmə. Bax, silən kimi birinci qonşuları silmək olmaz axı. Ona Olmaz. görə bunun qonşularını saxlayıram. Baxın, A'nın 3 dənə qonşusu var. Üçünü də saxlayırsın. Sonra davam et. Bu arada sənin o dairəli damalarına bunlar da qoşuldu. Onu da nəzərə al. Sonra Aha. Sonra üçüncü sütunda C'ni 2 tane C'den onun aşağısındakini silirik. Qonşuların Qonşu. dairə alırıq. aha. Sonra dördüncü sütunda Y'den 2 tane var. Yukarıdakini silirik. Çarpazlarla işimiz yoxdur, bəli. Çarpaz qonşu sayılmır. Ortaq Zen- tərəfi olanlar qonşu sayılır. Aha. C'ni de Ha, aşağıdakini Bunu da sildim. Silən kimi qonşularını da dairələdim. Tamam. Başqa? silirik. Yəni hansısa birinin təkrarı varmıdır? O biri C-ni də silmirik. Təkrara həm sətir, həm də sütun üzrə baxırıq. Bəli. İkinci sütundakı C-ni. Silirik, o C-ni də silirik. Elman deyirlər buna görə bunu da silmək lazımdır. Görmedim onları. Bəli, orada silirik. Yenə var. İndi bax gör hansı birini də görməlisən də görək. Sonra ikinci sətirlə üçüncü sətirdə alt-alta olan D'lərdən üçüncü sətirdə olanı silirik. Hanı belə. Üçüncü sətirin Dığlardan Aha. Müəllim birinci sütundakı D-lərdə, hə, onu deyirdim. Aşağıdakini silirik. yuxarıdakını silim yoxsa aşağıdakını və yaxud da nə problem var? Elman Yuxarı- isbat edə bilərsən? Yukarıdakini silsək, üçüncü sətirdə 2 dənə D olacaq. Silinmeyen. Yox, indi bir şey var da. Yuxarıdakını silək, üçüncü sətirdən də bu birisini silək. Nədən Olmaz. müəllimə silirəm? Müəllim, yuxarıdakını siləndə Yuxarıdakı- A-nın yolu bağlanır axı. Ha, o başqa məsələ, onu deyə bilərsən. Amma Elman 3-də 2 dənə qalacaq söhbəti, gələrsən 3-dən bunu da silərsən, qalmaz. Yox, bir şey deyil. Yuxarıdakını ona görə silmirsən ki, yuxarıdakını siləndə, bax belə eləyəndə A-nın yolunu kəsirsən. Sən ümumiyyətlə 2 dənə şərti gözləməlisən. Bir qonşu silinməsin. Bir də ki, silinənlər silinməyənin yolunu kəsməsin. Ona görə optik qalır. Müəllim, onu başa düşmədim. Necə? Əsas səbəbi A'nın yolu bağlanması nədir? Onu başa düşmədim. Oyunun şərtləri nələrdir? Yan-yana yan-yana silinə bilməz. Aha, başqa. Sonra seçmək məsələsi var. Hə, yadıma düşdü. Yol olmalıdır, bəli. Belə o qaldısa bu getdi. Hə indi bax burada artıq bax bu D-dan məsələn, bax belə də yoxdur, belə də. O D qalsın onda. Söhbət bu D-dan gedir qalsın. Bax bu E var indi. E-ni görsən heç sətir üstündə yoxdur. Onu da Bəli. saxla. İndi A-ları da bir dənə seçim edə bilirsən, yoxsa təsadüfi ikisi də ola bilər. Seçdi. Seçmə Ve eləməliyik. Yuxarıdakı silinməlidir. Niyə? Yuxarıdakı O silsə yuxarıdakı yeni silsə yolu Y'nin bağlanır. yolu bağlanır da. Aşağıdan Yuxarını siləndə bağlanır da elə, yuxarını silmir. yuxarını silirik. Yuxarını silmirsən ki, yeni yol. A-nı sildim. İndi bir dənə diqqət edirsən, deməli rənglədiklərimizə baxırıq. Təsadüfən 2 dənə qonşu damağı rəngləməmişik ki, yəni şərtimiz pozulmayıb ki, yox. Bir də görək indi yol varmı hamısından bir-birinə? Bax var da, fakt burdan belə ruskanı götürmədən bütün damalardan bir-birinə yol olur. Deyərsiniz ki, burada A-dan C-yə yol çarpaz oldu, çarpaz olmadı. Bu yandan fırlanıb gəldi. Əsas odur ki, gələ bilir. Yol kəsilmir. Yəni Sual onda budur ki, niyə? Bəli. bir dənə sətirdə və ya sütunda hamısı silinməmiş ola bilər də. Ola bilər, silinməmiş ola bilər,
3 dənə A olar, 3-ünü də silərsən, təkrar qalmaz. Əsas odur ki, təkrar olmasın. Təkrarları sil. Bir də o iki şərtə əsasən sil. Qonşular silinməsin, silinənlər silinməyənlərin yolun kəsməsin, yəni silinməyənlərin bir-birinə yolu olsun. Deyir, neçəsi silinib, rənglənib? 2, 4, 6, bu da 7. 7 Müəllim, dənəsi rənglənmiş oldu. Bəli. orada 5-ci sütunda ən axırda qalmışdı 2 dənə A-mız. Biri ikincidə idi, bir də sonuncu xanada. Biz də getdik aşağıdakını sildi. Aşağıdakını silmə səbəbimiz onun solunda da A var idi. Yəni sətr üzrə biri A-mız bəs idi olar. Yox. O qayda yox. Bəzən olur, bəli. Deyirlər ki, burada da A var, burada da A var, burada da A var. Məsələn, bu A sətr üzrə də, sütun üzrə də mərkəzdədir, bunu silim. Xeyr, elə bir şey yoxdur. Mən də deyirəm, gəlin bunu ilə bunu silək, olsun yenə. Bu A sütunun da qalır, sətrin də qalır. Elə bir şey yoxdur. Bizim onu silməmək səbəbimiz o oldu ki, Ləman, yuxarıda A-nı siləndə oxla göstərdiyim E hərfinin yolunu kəsmiş oluram, elə də bax. E-nin hasarı alırsan. Ona görə onu silməm. Sadəcə olaraq. Gəlin biraz sualımızı Yəni 2 dənə çətinləşdirək. eyni hərf qonşu ola bilər də. Hansı eyni hərflər? Yox, ola bilməz. Sən burada sonuncuda AA olmuşdu da. Biz heç burada Y-nin yolunu bağlamasaydı da, onda AA-nı saxlaya bilərdik ki, yan-yana biz. Deyəcəkdi ki, o A-nı saxlayıb təzədən bu bir A-nı siləcəkdi də, deyəcəkdi bu A-nı sil. Yəni O A-nı ikisi saxlayıb. yan-yana qonşu ümumiyyətlə olmaz da. Hər hərf Əsas bir dənə oyunun olur. şərti odur ki, qalmasın. Sətirdə təkrar qalmasın. İkisi də qalsa sətirdə təkrar oluruq. Əsas şərt nədir? Bax. Sətir və sütun üzrə təkrarlanan simvolları silin. Sənin əgər sətir, oyun nə zaman bitir? Sətirdə, sütunda təkrardama qalmayanda. Sildiyin halda. Nə zaman ki, şərtləri gözləyərək hamısını sildin və təkrar qalmadı, onda sənin oyunun bitmiş sayılır. Kitabdakı suallarımızdan da gəlin bir dənəsinə baxaq. Ondan sonra keçirəm bir-iki dənə başqa sual tipləri var. Onlara izah eləmək. Dövlət qulluq kitabından və s. Biraz fərqli sualdır, biraz zaman aparan bir sualdır. Başlayaq görək nə edə bilərik. Bax, ilk dənə əsas şərtimiz görək nəsə var mıdır? Bax, məsələn, B, Y, B. Bəzən ən pis ehtimalda teoriyalarda necə olur? Sən bir neçəsini yazandan sonra ilişirsən oyunun ortada. Yəni, heç bir ipucu qoymur sənin üçün. Sudoku'da da olurdu bəzən bu. Prosto rastlaşmamışıq. Heç nə qoymur sənin üçün şərtə və heç nə qoymadığı üçün sən məcburi ehtimala gedirsən. Və ehtimala gedəndə, yəni sadəcə olaraq belə deyək də, birini silirsən, iki seçimin arasında qalanda. Birini silirsən, axıra aparırsan. Əgər sonda problem yaransa, qayıdıb o bir hərfi seçirsən. Məsələn, mən bu D, Y, D-ni dediniz, dair elədim. Sonra burada B, Y, B də var üstünüzə. Bunu da dair elədim. Başqası yoxdur. Bunların təkrarı varmı? Sətirdə və yaxud sütunda var. Yuxarıdakı Y-nin var. Ona görə bu Y-ni rəngləyirəm. Rəngləyən kimi onun qonşularını dairəyə aldım. Başqa bir problem var? Məncə yox. Yaxşı. İndi nə edə bilərəm? Yəni, indi artıq ipucu da yoxdur. Yəni, hansısa birinin sətirdə və yaxud sütunda heç bir təkrarı yoxdur. İndi burada sıxıntı nədədir? Sıxıntı deyəndə hardan başlaya bilərəm? Yəni, bu sildiyim yer gedib uzaqlardan başlamaqdansa yaxın, buna yaxın bir yerlərdən. Sildiyim E damasına yaxın təkrar nə görürsünüz? Bax, 2 dənə B var, sol olda. D var da, birini silərik. Burada 2 dənə B. Mən əgər yuxarıdakı B-ni rəngləsəm, davamını necə gətirməliyəm? Bu C-ni saxlamalıyam. Bu C-ni saxlayanda avtomatik nə baş verir? Gedib digər C-ni silməli olacaqsınız. Düz gedirik oyunu, yoxsa problem yaşandı? A-nın yolu bağlanır. Görürsünüz, deməli olmur. Deməli, problemdir, səhvdir. Səhv olduğu üçün avtomatik geri qayıdırıq. O səhvdirsə, avtomatik yəqin ki, o birisi düzdür. 2 hal var, 2 dənə B var. O B-ni sildikdə oyun problem getdi. Getdi, onu saxlayırıq. Onu saxlayıb gedirik aşağı. Bunu silən kimi qonşusunu və qonşusunu dairəyə alırıq. Həmin F-i dairəyə aldığım üçün gedirəm, bunu belə silirəm.
Bunu siləndə bunu dairəyə alıram. Sonra görək başqa nə var? A-nı dairəyə aldım. Burada A-nı silirəm. Bunun qonşularını dairəyə alıram. B-ni dairəyə alan kimi ən başda B görürəm. Gedib onu silirəm. O B-ni silən kimi 1, 2, 3 dənə qonşusunu saxlayıram. Sonra bu D-ni silmirəm çünki təkdir. Sonra nə edirəm? Görək təkrar varmı bunlardan Yeni hansısa? silirik də müəllim onda. İkinci sütundakı. Bəli, bu Y-ni silirəm bunu. Ona görə ki, aşağıda Y qalıb. Bir də burada fikir verirsinizsə, bu D-ni də silmirəm. Burada fikir verirsinizsə, sol tərəfdə bir hasar əmələ gəlir artıq. Deyirəm, burada 2 dənə A var. Əgər mən soldakı A-nı silsəm, hasarı gördünüzmü? Sol tərəfdə. Belə bir qayçı əmələ gəldi, kəsdi fiqurları. Ona görə də gəlin o A-na yox, sağdakı A ilə davam edək. Bunu saxlayaq ki, buradan kanal olsun hərəkət eləməyə. Bu biri A-nı silib, tez qonşularını saxlayıb. Aha. Deməli, indi davamımızı etməliyik. Əgər bu C-ni silsəm, yenə bu C-ni silsəm, yenə yolu bağlamış oluram. Bax, buradan gəlib belə keçirdilər. C ilə yolu kəsmiş oluram. Ona görə bu C qalsın ki, gəlib yuxarıdakı C-ni silək. Silən kimi D-ni saxlayaq. İndi bu C-ni niyə silirəm ki, təkdir. Qoy qalsın. Bu, hətta silə də bilməzdim. Çünki silsəydim, yenə yuxarıdan yol kəsilirdi. Kəsilmirdi, kəsilirdi. Başqa varmı təkrarçılıq falan? Baxaq bir dənə diqqət eləyək. 6-cı sütunda B-ni də silə bilərik. Bəli, soldakı B qaldığı üçün bu B-ni silirəm. Ən solda B var. O qaldığı üçün bunu silirəm. A da saxlamalıyım onda. C-ni də saxlayıram. 2 dənə D qaldı. 2 dənə D. Burada D var. Baba görürsünüz, saxlamışıq bu D-ni. Onda avtomatik bu D-ni silib bunu saxlayıram. İndi bu labirinti davam elətdirirəm. Görüm hamısına gedə bilirmi? Sonunda suala görə 1 bal qazanmış olduq. İnşallah. Bu belə. Müəllim, bu oyundan düşür tez-tez imtahana. Bu oyundan heç vaxtı düşmür. Başdan demək ki, bu oyun sadəcə modeldə var. Kitabımızda da var, modeldə də var. Bəs nöşün keçirik bunu? Hər şeyin bir ilki var da. Jurnallarında var demin. İstənilən an gəlib düşə bilər. Arada bir dövlət qulluğu suallarından da gəlib düşür. O da ola bilər. Deməli, indi nə göstərirəm sizə? Mən bir şey soruşum. Sətirdə və sütunda təkdir deyə heç bir hərfi saxlaya bilmərik də. Saxlaya bilərik. Təkdirsə onu silmirsən ümumiyyətlə. Ona dəymirsən, onu saxla. Ümumiyyətlə təkdirsə saxla getsin. Bax, indi bizim kitabımızda olmayan belə bir sual göstərir. Sadəcə kitab olaraq deməli bunu demin kitabından çəkmişəm. Verilmiş teoriyada bəzi xanaları rəngli qaralayın ki, indi qaralayın yazılır. Sətir və sütun üzrə hər bir sətir və hər bir sütun üzrə rənglənməmiş xanalarda şərflər təkrar olmaz. Eyni şeydir. Yaxşı, başlamaq üçün açıq sualda özdə deyir ki, yuxarıdan ikinci sətirdəki, bax burada, rənglənməmiş xanalarda yazılan bütün hərfləri seçin. Laf gözəl. Gəlin təkrarlar axtaraq. Görək, elə bir təkrar bir simvol varmı burada? Orta hissədə yəni. A-nı görürəm burada. D, aha. D, C, D. Gözəl. Başqa bir dənə əlimizi gəzdirək, baxaq. A, C, A. İkinci sütunda. D, A da var. İkinci sütun bitdi deyəsən. Sütunlar bitdi məncə, mən görmürəm. Sətirlərə baxıram. A var. A, D, A 4-cü sətirdə. İndi bunlar silinməyən damalar. Birinci sətirdə A var. A var, onu da görməmişdim, tamam. Yaxşı. Bunlar silinməyən damalar. Bunların gəlin görə bir təkrarı varmı? Sətirində və yaxud sütunun da. Deyəsən yox da. Mən 5-ci sıradakı D-ni niyə götürmürük? Nəyini götürmək? Məsələn, sol küncdə olan D-ni götürə bilərik də, qonşulara problem yaratmır. Neyniyim onu, sileyim? Bəli. Orada belə bir şey var.
Bayaqçı bir şey dedin. Bax, yaxşı yada salın. Bir dənə bu sətrə baxın. 3 dənə D görürsünüz. Amma ikisi yanaşıdır, biri ayrı. Bununla bağlı bir qeyd apardıq başlıqda. Məsələn, 3 dənədirsə, ikisini silə bilərsən də, ikisini silməlisən də nağd olaraq. 3 dənəsindən təkrar qalmaması üçün ikisini silirsən. İndi o ikisini necə seçək? Bunlar ikisi olsun, yoxsa biri sağdan, biri ən soldakı mı olsun? Ayşən, hardan Birinci ola birinci bilməz. və Biri sağdan, sonuncu? biri ən soldakı olmalı deyil. Sağdan, ay sağ ol. Sağdan biri, Birdən sağdan soldakı. biri, bir də ən soldakı. Yəni sən bunu silsən, bir dənə ehtimala fikir verin. Əgər sən bunu silsən, bunu saxlayıb bunu silməlisən. Yox, əgər belə etsək, bunu silsək, bunu saxlayıb bunu silməliyik. Sağdakını seçə bilməsən də, ən soldakının taleyi bəllidir. Ən soldakının taleyi bəllidir. Taleyi də odur ki, o silinməlidir. O silinən kimi qonşuları qalır. İndi sağdakı D-ları bilmirəm, amma indi hansı siləcəm, nə edəcəm, o ilə bağlı məlumat yoxdur. Biz belə bir şey də eləyə bilərik. Məsələn, gəlin silinməyənləri biraz xəttləyək. Bax, bu C var. Bu təkdir. Sətrində də, sütununda da. Sonra burada Y var. Bu da təkdir. Sonra burada B var. Bu da təkdir. Bu D-ni bilmirəm indi. Bu D-ni silə də bilərik, silməyə də bilərik. Çünki aşağıda var. Mənim təkdir. Necə? Üçüncü sütundakı A da təkdir də səfər eləmirəm. Tamam. Sonra başqa kimsə əsas deyirdi. Mən deyirdim ki, ən sonda məsələn 3D idi də. Dediniz ki, ən soldakını silməliyik. Ən soldakını saxlayıb 2 dənə qonşu D-ni silə bilməliyik burada. Sən oyunun başdan şərtlərinə baxmırsan, oyunun şərtlərini mənə say görün. Qonşu təkrar olmaz. Şərtlər, silmə şərtləri. Bir-birinə yol keçid olmalıdır. Hə, birinci şərt nə idi? Təkrarlanan simvolları silməliyik. Əsas şərt, birinci şərt, silmə şərtləri. Silmək üçün əsas şərtlər qoyub. Biz onlar nədir? 2 dənə şərtdir. Təkrarlanan simvolları silməlisən, o sualın şərtidir, option. Bu ümumi sən elə bir oyunun mahiyyətidir. Onu bildim. Hansı şərtlər daxilində silməliyik? Qonşu xanalar silinə bilməz. Ha, tamam. Orada nə? Xanalar silinə bilməzsə, bu şərtləri yadda saxlayın. Orada da yazacaq, orada qəribə yazır. Orada belə qoyacaq. Silinən damaların ortaq tərəfi ola bilməz. Onu da, yəni mən tərcüməsini yazdım. Ortaq tərəf demək qonşu dama deməkdir. Yaxşı, bu qədərini gətirmişik. Sonra dediniz ki, burada A var, bunu da silmirsiniz. Bir də dördüncü sütunda B idi. C necə? Bəs C qalır. İkinci sütundakı A-nı da silə bilərik. Ən birinci. Ay sağ ol. Həmin 3 dənə A teması burada da var. Baxın. İkisi yapışıqdır. O D-lər üçün deyəmirəm. Onlar ayrıdır, o heç. İkisi yapışıq A-dır, biri ayrı. İki yapışıqdan biri gedib, biri qalacaq. Başdakı A silinəcək. Yaxşı, indi davam etsəm nə edə bilərəm? Heç bir, daha artıq bir ipucu yoxdur. Deməli, nə etmək lazımdır? Bilirəm ki, A-nı saxlamırıq bəs. Hansı A-nı? Elə o birinci sətirdəki. Niyə saxlayım? Oradan çünki A-nın birini sildik axı. Bu biri A vardı. Bəlkə sütuna Üstündə görə də bəli onu var. Yəni şərt deyil ki, sətirdə bir dənə A qalmalıdır. Ola bilər ki, oyunun şərti tələb eləyər, o biri A gedə bilər. Elə bir şərtimiz yoxsa şərtdə də yoxdur. Deməli, buradan keçirik ehtimala, versiyaya. Məsələn, bir yerdən versiya. Və solda A-ları görürsünüzmü? 3 dənə A var belə çarpazında. Deməli, fikir verin bir dənə. Mən əgər bu A-nı silsəm, gəlin davamını gətirək. Bu A-nı silsəm, bu A-nı saxlayacam. Bu A-nı saxlayanda da aşağıdakı A-nı siləcəm. Nə baş verdi? B-nin yolu bağlandı. Görürsünüz? Üçlü bir kuru qəmələ gəldi. Olmaz. Olmazsa da bu A-nı sildim, başlatdım, olmadı. Olmadısa o bir A-dan başlayıram. Bu A-nı silirəm, bunu saxlayıram. Bunu da saxlayıram. Bu A-nı saxladımsa aşağıdakın, deyib bu bilsin. Silirsən, gedir. Silən kimi aşağıdakı D qalır. O D qalırsa bu D gedir. Sonra davam eləyək, görək başqa nə edirəm. 2 dənə D var orada. Bu D-ni də mən bayaqdan niyə... Bu aşağıda D qaldı. Baxın, görürsünüz D qaldı. D qaldısa onun sütununda bir D görürsünüz. Onu silin. Onu siləndə qonşusu qalmalıdır. Qonşusu qalmalıdır.
Bizim 2 dənə d-miz qalıb. İndi Müəllim, onlardan yuxarıdakı Üst d-nı üstündə. silik, aşağıdakı d qalacaq. C-nin yolu yuxarıdakı bağlanır. silsəm nə olar? Deməli, bu aşağıdakı d-nı saxlayıb yuxarıdakı d-nı silirik. Amma yuxarıdakı silsilənin yolu bağlanmır bəs. Çünki Niyə aşağıdakı bağlanır? d-nı siləndə oradakı c-nin yolu bağlanacaq ona görə. Aysa o ola bilər. Aşağıdakı d-nı silsəm c-nın yolu bağlanacaq. Süpər. Ona görə yuxarıdakını siləm. Yuxarıdakını siləndə heç nəyin yolu bağlanmır. Nəyin yolu bağlanır? Bax, gəlin yol çəkək görək nəyəsə yol bağlanırmı? Bu C-dən başlayıram. Hamısının bir-birinə polnuda yolu var. Heç bir qıraqda qalma və s. olmadı. Əla, görürsünüz, belə bir sual. Biraz anlaşılır deyəsən yavaş-yavaş. Şərtləri heç olmasa qısa şəkildə olan şərtləri bir əzbər bilək. Məsələn, belə bir sual gəlir yaxşı indi ekrana. Bir də belə bir sual. 3 dənəyə baxaq, nağdı yerindən bir dənə. 2 dənəyə. Yəni, ora başlayaq, bir yerdə gedək. Kömək elə. Mən də kömək eləyəcəm. Sətir və sütunlarda təkrar olan 2 eyni hərfin ortasında olan hərflər varsa de gəlsin. 2 eyni hərfin ortasında. Yox. Bir dəqiqə. Mənə neçənci sütun olduğunu da deyərsən və yaxud neçənci səhv ki, nə edirsən. Əgər varsa da, gəzirik, bax, belə, getdik. Heç tapa bilmirəm. Deyə, bura bax. Y. D-ni saxlayırıq. Tamam, başqa yoxdur. Sətirlərdə Başqa yoxdur. Bəli. Sətir gəzirik. Yoxdur. Burada da yoxdur. Üçüncü sütunda Y var axı. Üçüncü baxın. Aynen. Bunu da elədik. Başqa görürsünüzsə deyin. Yoxdur deyir. Tamam. Qəşəng nəsə bir çətin bir sual oxşuyur. Deməli, nəsə bir versiyaya girmək lazım olacaq. İndi versiyanı da mən başqa rəqslə göstərəm. Sizdə versiyaya getdiyiniz sualı məsələn imtahanda karandaşla yaza bilərsiniz. Məsələn, orada yuxarıda Y-dir də, səhv eləmirəmsə, yoxsa C-dir, yox C-dir. Müəllim, o oxşar hərflərə nəsə eləmək olar? O B-lər, A, Y. Məncə sətir və sütun üzrə baxacaq hansından bir dənə də onları saxlayaq. O da ola bilər, amma o sizə yəni böyük bir çox da kömək eləməyəcək. Amma belə bir şey eləyə bilərsiniz. Variant üçün kömək eləyə bilər məsələn. Variantı seçmək üçün nəsə bir köməyi dəymiş ola bilər. Məsələn, müəllim, ilk D qalacaq məsələn orada. Ondan sətir üzrə də, sütun üzrə də bir dənədir. O da qaldı. Bu C də qaldı. Onda A da qalır. Sonra orada A da qalacaq. 2 B-nin yanında A var. Əslində köməyimiz var. Mən gördüm. Y ortada bir dənə Y var. O bayaqki qayda keçərlidir. Bəli. 3 dənə E var. Eleonora, nə deyirik buna? Bir dənə kömək elə test. Müəllim. Bir söz deyim. Orada ikinci Y-ni silirik, hə? Sən bilmirsən hansını silirsən. Sən sadəcə bilirsən ki, bunu silsən bu qalmalıdır. Bunu silsən bu qalmalıdır. Biri qalacaq onlardan. Onlardan biri qalanda avtomatik bu gedəcək. Bəli, axırıncı Y silinir. Sonra nə edirəm? Qonşularını saxlayıram. Bəli. Tamam. Məncə yenə ilişdik. Müəllim, B-nin üstündəki A-nı da saxlayırıq. Niyə? Sən sildiyinin qonşularını saxlayırsan. Saxladığın qonşularını silmirsən ki. Mən şeyə görə demişdim. Orada sətir üzrə də, sütun üzrə də A-dan bir dənə də ona görə demişdim. Bax, bir dənə əsasən tünlü yerlərə fikir verin. Bax, bir dənə fikir verin. 2E, 2A, 2B. Belə yerlərdən ehtimal başladanda sizə kömək eləmiş ola bilər. Deməli, əgər mən bu E-ni silsəm, avtomatik bu E qalacaq, bu A qalacaq, bu C qalacaq. O A qalanda avtomatik bu A gedəcək. Yanındakı A gedir. Onda bu B qalıb, bu B gedəcək. Problemi gördünüz? Tak, 3 dənə hasar əmələ gəldi. Olmaz. Olmazsa C'yə qayıdırsan, səhv sildiyin E-ni silib, o biri E-dən başlayırsan. Bu E-ni siləndə bu qalacaq, bu qalacaq. A qalır, Y qalır, Y qalır. O A gedəndə bu gedəcək. Davamını deyil. Davamını deyim. D-ni silirik. Yox.
O Niyə silir silmirik. ya? Hə, Silinənin qonşusu. bəli, düz deyirsiz. Heç bunlardan biri. Birinci beyni silək. Bunu. Birinci beyni götürürük axı. Onda Birinci D-nin Eleanor beyni onu silə yolunu bilmərik ki, Bir qonşulara dənə mane gözlüyün, olur. bir dənə gözlüyün. Eleanor qoy bir dənə səhvin başa düşsün. Bəli. Eleanor o beyni silsən D-nin yolunu kəsmədinmi? 2 dənə şərtim vardı. O şərti yəni bir şeyi siləndə fikirləş gör nəyisə qonşusudurmu, yoxsa bir də nəyisə yolunu kəsirmi? Tamam. Qaldı deyil. Uşaqlar deyir bu qaldı, bu getdi. Davamını Eleanora sən de. Hə, yeni A-nı saxlayırıq onda. Bu C-yə bax. Qalır. Bəli. O B. bir B- dənə B-də. D-ni də götürürük. 5-ci sütundakı Y Bax, 4 dənə silinidir deyəsən orada. sualın cavabı tapıldı. Soldan birinci sütunda rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın deyir. Nələr silinmir də onu soruşur səndən. D, Y, C, B. Aysa. D, Y, C, B. B, Mən C, bəs bunu C, davam eləsəydi, bir dənə davam eləyə bilərik axıra kimi. getdik. Baxaq görək nə olur. Təkrarlar falan var mıdır? Bəli, Y-ni o bir tərəfdən silirik də axırıncı sütundakı. Sən gözləyin zəhmətim. Qoy Eleanor ilə gedim. Bircə saniyə. Eleanora bax Müəllim. təkrarlara bax. Bəli. Bu axırıncı sütundakı 2 dənə C-dən birini silə bilərik. Seçə bilirsənsə silə bilərsən. Seçə bilirəmsə silə bilərəm. Seçə bilmirəm. Onda başqa bir şey seçə biləcəksən. Bax Y-yə bax. Y getdi. İndi gözlə qoy mən Axırıncı davam Y edim. gedir, bəli. Gözlə bax. Y qaldı orada. Bu Y-ni silirsən. O Y-ni siləndə tez onun qonşusunu saxlayırsan. Sonra bax burada D-yə bax. D əgər silsəm, B-nin yolunu kəsərdim. Ona görə onu saxlayıram. Hı. O əgər aşağıdakı C-ni saxlamısansa, yuxarıdakı C-ni silirəm. Aşağıdakı Y var burada. Təkrar deyil, təm təkdir. Onu saxlayıram. Hı. Sonra burada D var. D-ni də saxlayıram, təkdir. A-nı silirəm, çünki yuxarıda bir A qalıbdır. Bunu silirəm. Bir də B B-ni qalır. saxlayıram. Süper. Çox sağ olun müəllim. Bir dənəsini də izah edirəm. Bunu özüm izah edirəm. Diqqətlə qulaq asırsınız. Yenə də eyni qaydada çətinlik çəksəm kömək alacağam. Şərt həmin şərtdir. İstəsəz bir dəfə oxuya bilərsiniz. Sadəcə mənim qısa dediyim şərt siz orada bir dənə yenə deyirəm. Birdən qabağınıza çıxsa şərt yadınızdan çıxmasın. Bax yazıb ki, qara xanaların ortaq tərəfləri ola bilməz. Qara yəni burada çünki silinmək yox, qaralanmaq yazıb ona görə. Qaralanmış xanaların ortaq tərəfi ola bilməz. Ortaq tərəfi yəni qonşular silinə bilməz şərtinin biraz deməli asan versiyasıdır. İndi baxın. Bir də ikinci şərt. Deməli, rənglənməmiş xanaların hər birindən istənilən digərinə rənglənməmiş xanalardan sətir və sütun üzrə keçmək mümkün olur. Bu da yol kəsilməmək teması idi. Qısa loru dildə dedik. Tamam, başlayaq. İki eyni hərfin ortasında bir hərfi görsəm ki, əgər görürəmsə, yəqin ipucuymuş, görürəmsə onu saxlayıram. Sətirləri tez nəzərdən keçirdirəm. Görün belə bir şey burada varmı? Gördüm ki, 4-cü sətirdə C, B, S var. Bunu saxlayıram. Sonra Y, S, E də var. Sonra baxıram görüm başqa gözümdən qaçan nəsə varmı? Sətir üzrə mən görmürəm. Sətir üzrə yoxdur. Sütun üzrə. Sütun üzrə bəli var. Sütun üzrə məsələn burada Y, S, E var. Y, B, E var üstündə. Bu qalır. Sonra növbəti sütunları da gəzirəm görüm yenə varmı? İkinci sütunda var. Diqqətlə baxırıq ki, yəni heç nə gözdən qaçmasın. C, A, C var. Tamam. Bunlar yenə varsa yenə də dairə eləməliyik. Əgər varsa gözümdən qaç. Y, S, E yoxdur desən, yox. Hə. Bunların təkrarı belə deyək də, bunlar silinmir, toxunulmazdır. Bunlar toxunulmazsa, toxunulan digər olacaq. Digər, başqası hansıdırsa o. Gedirik başqa birinə. Məsələn, görün bunların hansısa birinin sətir və ya sütun üzrə təkrarı varmı? Baxıram ki, yoxdur. Yoxdur deyəsəm, nə A-nın yoxdur, nə o birisinin, nə bu birisinin yoxdur. Deməli, işimiz biraz qəliz olacaq. Sonra, deməli, üçü təkləri dairələyə bilərik, bəli. Rənglənməmiş xanaları soruşur, amma təklər sizi tam axıra apararmı ya yox? Çünki bir də görürsünüz belə bir şey soruşur.
Rənglənən xanalardakı yazılmış ədədlərin hasilini tapın, cəmini tapın. Siz sona getməlisiniz, axıra qədər məcbursunuz. Bəlkə də Dördüncü variantlı sətirdə suallarda nəsə S-nin kömək birini olar. saxlamısınızsa. Müəllim, orada 3-cü sətirdə yanaşı 2 Y var. Onun yuxarı sətr sütununda da birində yuxarıda Y var, birində də aşağıda Y var. Onlara nəsə eləyə bilərik. Yox, elə bir şey yoxdur. Bildim. Kəsişməyə görə deyirsən ki, elə bir qayda demişik ki, biz yəni məsələn bu ortadadır deyə bunu silim, həm beləsindən azaltsın, həm beləsindən elə bir şərt yoxdur. Sizin 2 şərtiniz var. Çox getməyin. 2-cə dənə şərtim var. Qonşuları silməyəcəksən, bir də silinənlərin yolu olmalıdır. Vəsə. Amma elə bu gül kimi şərtimiz var da buradan. Baxın, C-nin sətrində bir dənə təkrarı var deyə o C gedir, o biri C və B qalır. Əgər bu C getdisə, tez bu C-ni silirəm, tez bu B-ni saxlayıram. O B-ni sildimsə, başqa bir şey gözümə sataşmır. Bu D qalır, çünki təkdir. İndi burada bir dənə hissə gözə çarpır. Deməli, burada diqqət etsəz 3 dənə C var. Heç vaxt deməyin ki, kəsişməyə silməliyəm. Yəni, elə bir şərt yoxdur olmağına. Amma indi bir dənə diqqətlə baxın. Əgər biz bu C-ni silsək, bu C-ni saxlayanda bu C-ni siləcəyik onda. O da belə bir problem yaradır. 4 dənəsinin birləşib sol tərəfini kəsdi. Əla, lap yaxşı. Bu belə. Ona görə də o C-ni yox, soldakı C-ni silib onun qonşularını saxlayıram. Amma bu təsadüfidir. Yəni deyirəm, təsadüf. Bir dənə yuxarıda E qalıb, onu bilmirəm. Amma nağdı yerindən rənglənməmiş xanalar deyil. Rənglənməyən, bax, aşağıda B qaldı. Biri bu qalacaq cavab kimi. D də qalacaq. Yuxarıdakı C də qalacaq. İndi Y-ni bilmirəm. Oyunu davam elətdirib, nə etmək lazımdır? Baxmaq lazımdır. Oyunun şərtinə görə. Görün, burada nəyisə təkrar varmı? Yenidən biz davam etməyimiz üçün. 5-ci sətirdəki A da silinməyəcək. Saxlamaq istəyirsinizsə saxlayaq. Aha. Sonra Elə 3-cü sütundakı A-da. İkinci sətirdə bir S saxlamışıqsa, ikinci S-ni silək. Sağ altdakı Y də silinir deməli. Bu C-ni silim. Bəli, ən yaxşısı budur. Ümumiyyətlə, həmişə silinməyənləri axıra saxlayın. Əsas silinənlərdir. Əsas buydu. Kim dedisə, sağ olsun. Soldakı S qalıbsa, avtomatik onun sağındakı S-ni siləcəksin. Silinənin qonşularını saxlayın. Avtomatik gedir ardı. Baxın, Y qalıb, bu gedəcək. O getdisə, indi yuxarıdakı E-ni silsəm əgər B-nin yolunu kəsərəm deyə onu saxlayıram. Onu saxlayanda artıq həm aşağıdakı E-ni, həm də solda yuxarıdakı E-ni silməliyəm. Çünki o biri sətirdə qalıbsa, nə sütununda, nə sətrində qala bilməz başqası. Soldakı E silinəndə B-ni saxlayacaqsan. Bu E-ni silmirsən təkdir deyə, həm də soldan S-nin yolunu kəsərdi deyə, bu D-ni də silmirsən təkdir deyə, bir dənə əlaqəyə baxırıq, görək varmı? Heç vaxt çarpazdan əlaqə qurmayın. Bu yandan belə bir yol var imiş. Deməli, yuxarıdakı E-ni siləsi oldu. Doğru cavabımız olacaqdır. 1, 2, bir də 3. Bu qədər. Məncə, başa düşülən bir oyundur. İnşallah sınavlarımızda falan istifadə eləsələr yaza bilərsiniz.